o şeiri sizlərin huzuruna ərz edeyim ki, qulaq as, ey bəni Adəm, mənə diqqətlə biraz. Nə qədər söz deyərəmsə, onu ta qəlbinə yaz. Mən burada yazmışam, qəlbinə yaz. Sosial şəbəkədə bir nəfər irad tutur, deyir qəlbinə yaz, yox, beyninə yaz, elə yaz deyir onu. Deyirəm ki, beyninə yazılan şeylər qiyamətdə olmayacaq, yəni yaddaşda qalmayacaq. O şeylər ki, insanın qəlbinə yazılar, o şeylər ki, insanın ruhuna hopar, o sənə kömək olar. Baxsa, maşallah. Nə qədər söz deyərəmsə, onu ta qəlbinə yaz. Hələ dərk eləməyirsən nəyə lazımdır namaz. Bunu dərk elə ki, insanlığa zinətdir namaz. Həm ibudiyyətə, həm tövhidə dəvətdir namaz. İbudiyyət, bilənlər bilir, ibudiyyət yəni bəndəçilik məqamı. İnsan ömrü elə azdır ki, hər an bitmədədir. Namazı olmayan ömrün dəyəri bitmədədir. Namaz insanı gözəlliklərə sövq etmədədir. Nə gözəllik düşünürsən, ona sahibdir namaz. Elə zənn eyləmə, xahişdir bu, vacibdir namaz. Bəzilərinə deyirsən, namaz qılıb elə bilir, Allah ondan xahiş edir. Deyir, qoy filan işim düzəlsin, qılarım. Balamın toy eləyim, qılaram. Nə bilim, balam universitetə girsin, qılaram. Filan işim olsun. Niyə dərs almadın ol Fatimə ilə Heydərdən? Nəyin üstündür sənin Fizzə ilə Qəmbərdən? Varmı insan görəsən pak ola Peyğəmbərdən? Deyirsən, namaz qıl deyir, qəlbin pakdır, əsas odur. Mən deyirəm, yəni Peyğəmbərdən qəlbin pak edirsən. Varmı insan görəsən pak ola Peyğəmbərdən? Nə qədər pak ola qəlbin, bu sənə yetməyəcək. Namazın yoxdursa, Allah da güzəşdirməyəcək. Dost olub şeytana, Allahına üsyan eləmə. Qayıd Allaha tərəf, bir belə tuğyan eləmə. Bu qədər eyləmisən, bəsdir ey insan, eləmə. Vay sənin halına,